Funksiyal nə idi? Baxın, funksiyaların içində dedi ki, funksiyanın kateqoriyalarını buradan seçirik. Var finansial, all hamısı deməkdir. Most recent used, daha çox istifadə olunan. Daha çox istifadə olunanlar bunlardır. Baxın, notdur, ordur, false'dur, and'dir, absolute'dur, sum if'dir, if'dir. Bunlar daha çox istifadə. Count'dur, average'dir, sum'dır. Bunlar daha çox istifadə olunur. Hansı sahələr üçün? Misal, all deyəndə hamısı, bütün funksiyalar burada var. Bütün funksiyalar. Finansial var, data və time var. Yəni, data and time vaxt və tarixi göstərən. Mass trigonometriya, riyazi və trigonometrik funksiyalar deməkdir. Statistik funksiyalar, database verilənlərə aid funksiyalar, referans istinad funksiyaları. Sonra tekstə aid funksiyalar, bir də var logikal. Logikalda and neyinirdi? Misal, anddən, gəlin baxaq anddən. And funksiyasını daxil etdik. Anddə nə zaman false olurdu? 0 olanda. Misal üçün, gətirib bura yazmışam. 23, logikalda, 56, 7. Fatimə, indi burada true olacaq, false olacaq. Ədədlərə baxırıq. True yoxsa false? True. Bəli, 0 olmayanda bizə true verəcək. 0 olsa false verəcək. 34, təzdən daxil edildik. 5, 56. Okay, true. İndi gəlin false verək ki, false versin. Gəlirəm funksiyanı daxil edirəm. And funksiyası. Nə yazmalıyam ki, bura false verəm? 0 yazdım. Yaxşı, mənfi yazsam necə? Aha, indi false verdim. Mənfi yazsaq necə? True. Gəlin yazalım. Mənfi 4, 34, bəli, 53. True. Deməli, biz mənfi də versək, müsbət də versək, true verir, yalnız bir halda false verir. Nə zaman? Emin, dinən. Emil yoxsa Emin? Nə? Emindir də. Emin, nə zaman true verir? Nə zaman false verir? Bir dənə 0 olanda. İndi gəl. Bunu aydında keçirik o birisi funksiya. Misal üçün, burada nota baxaq. Nota yox. True'ya daha doğrusu şərt verək. Gəlin, true ilə false yoxlayaq. Misal üçün, yazırıq bərabərdir işarəsi. Gəlin bu 44 xanasını